Hamınıza salamlar dostlar. Mən Markus. Bugün sizinlə birlikdə illər sonra, yəni 3 il sonra Brawl Stars'a geri döndüm və baxaq görüm oyun dəyişilibmi, dəyişilməyibmi. Əslində oynamışam, 2 il qabaq oynadım. Və əslində dünən girmişəm oyuna. Dünən yəni necə deyim də geri döndüm və 3 il sonra dünən oyuna giriş yaptım. Falan kastım. 5-10 dəqiqə falan kastım. Gördüğünüz gibi benim birinci kulübümdü. Yani dostumun kulübüydü bu. Bakın gördüğünüz gibi dostumun kulübüydü. Ve benim de hesabımın ID'si budur. Ve 2020 oyuncusuyam. Bu hesabı kasılım videoları gələcək inşallah. Ve Brawl Stars Azərbaycan Brawl Stars YouTuberi olarak devam edeceğim. Xəyalım 100.000 abone olup tanınmaqdır və kreators olmaqdır. Kreators olmaq üçün də mən elə bir ki kreators olmaq üçün də YouTube'da 100 abone olması, en az YouTube'da 100 abone, TikTok'da 1000 abone və başka proqramlarda 25 abone olmalısan. Adını unuttum üçün başka proqramlar dedim dostlar. Və girdim oyuna və bu gün də oynadım aktiv olarak. Gördüğünüz kimi oyunlarım buradadır. Çoxsunda qazanmışam. Uduzma 4-cü sırada, o da oyundan çıxdığım üçün oldu. İndi dostlar baxın, bu videoları da indilik gizemli star edələrini açacağım. Bundan sonraki videolarda görev kasacağım. Brawl Pass alacağım inşallah pul yığıb. Qiymət nə qədərdir? 5 dollar 49 sent çoxdur. Və mən bu Brawl Pass'ı almaq istəyirəm çünki çox qəşəngdir. Həddindən artıq çox qəşəng bir Brawl Pass'dır. Altın Savaş ID'si deyirəm, ünvanı pis də deyil, yaxşı da deyil də, yəni bilmirəm. Yəni ünvanı normaldır. Altın Savaşdır ünvanda. Və profildə top şəkli var. 1000 kreditdən artıqdır və gördüyünüz kimi 28 karakterim var. 1858 kupada 28 karakter. Ya çox superdi, həddindən artıq superdi. Əslində YouTube'da videolar atırdım. Ancaq adımı dəyişdim. Oyun hesabımı da dəyişdim. Oyun hesabım 44.000 kupa idi və çalındı. Qurtararsam inşallah bəlkə onu kasaram. Yəni kasmaya da bilərəm. Çünki bu mənim ən dəyər verdiyim hesabımdır. Yəni oyunda açdığım ilk hesabdır. Mən bunu 2020'nin 2020 olduqdan 8 gün sonra açmışam. Yəni 8 yanvarda açmışam bu hesabımı. Başqa nə deyim bilmirəm. Çox həyecanlıyam. İnşallah hər şey yaxşı olar. Və inşallah indilik hədəfim 100 abunədir. Və 100 abunə olmaq üçün əlimdən gələn hər bir şey edəcəyəm. Dostlar, mən kulüb qurmaq istəyirəm və kulübümü də əvvəlcə tanınım, yəni abunəm qalxsın, sonra qurmaq istəyirəm. Çünki necə deyim, bu video abunəm az olduğu üçün bəlkə də az izlənəcək, bəlkə də partladacaq. Ancaq bəlkə də az izlənmə şans oranı 100'ə qarşı 90%'dir. Qalxma oranı isə 100'ə qarşı 10%'dir. Yəni məncə 50'dən çox izlənməyəcək videom, yəni bu videom. Neyse dostlar, kanalıma abone olup like atmayı unutmayın. Mən də Azərbaycanlı Brawl Stars YouTuberiyəm. Yəni xəyalım olmaqdır. Və Brawl Stars YouTuberi, Azərbaycanlı Brawl Stars YouTuberləri hal-hazırda sayısı azdır. Yəni çox azdır. Ancaq Türk kanallardır. Ancaq İngiltərə kanallardır və ya Rus kanallardır. Bunlar da çox. Və Azərbaycana tanınmış oyuncu, yəni gamer olmaq istəyirəm. Və bu hesabda hal-hazırda 20.000 kupaya qədər kasmağa çalışacağım. Görüm kasabilirəmmi? Yəni bir aya kasmalıyam çünki bundan sonra avqust olacaq və mən də 10-cu sinif olacağım üçün dərslərə falan başlamaq istəyirəm. Çünki dərs oxumurdum.
bu il yəni 6-cı sinifdən düz 9-cu sinifə bu günə qədər dərslərimi çox pis oxumuşam və hal-hazırda dərslərimi yaxşı oxumaq istəyirəm. Amma bu ayda inşallah elimdən gələn hər şey edəcəyəm. Bir də sayın yenə danışdım. Nəysə, sağ olun dostlar, salamat qalın. Kanalıma abunə olub like atmayı unutmayın.